Nömrə 1 Göyərçin klubunun izləyiciləri, Quşbaz Cəmiyyətinin üzvləri, hər birinizi salamlayırıq. Bu günlərim 11 avqust 2026-cı il Mahir əminin həyətindəyik. Əslən Şahtaxtıdan olan Naxçıvanlı Mahir əmi kimi tanınan Xırdalandakı Nömrə 1 Göyərçin klubunun iştirakçısı Mahir Babayev. Mahir əmi, xoş gördük səni. Hoş geldiniz. 13 avqust 2026-cı il tarixində Quşdarğı Nömrə 1 Göyərçin klubunun yarışına inşallah uçuracaqsan. Allah sənə xeyir versin. Allah kerim. Deməli, bizim 5 nəfər, 6 nəfər hakimlər heyətindən Mehman Lənkəranlı və mən Elçin Abbasov burada sənin Quşdarğının inşallah uçuşunu izləyəcəyik. İnşallah. Onu da qeyd eləyək ki, əziz qardaşlar, 13 avqust tarixində Lənkəran şəhərində Nömrə 1 Göyərçin klubunun digər iştirakçısı Anar qardaşımız quşlarını Hünər meydanında gücünü nümayiş elətdirəcək. Onu da qeyd edeyim ki, həmin yarışı isə bizim hörmətli hakimlərimizdən Təşəkkür əmi, Təşəkkür Hüseynov və Rəşad Saray, Roma ləqəbli Rəşad qardaşımız aparacaqlar. Allah Mahirəm sənə də xeyir versin həmin tarixə. Anara da Allah xeyir versin. Allah xeyir versin. İnşallah ikiniz də uğurla qarşılaşasınız. İnşallah. Saatlar göstərəsiniz. İnşallah bu günlərim 11 avqust tarixində sənin Quşdarğı möhürləyəcəyini o da qeydə alınacaq. Qardaşlar, qeyd edeyim ki, hazırda mənlə birlikdə Təşəkkür əmi yanımdadır. Təşəkkür əmi bizi necə deyim, video qeydə alır. Təşəkkür əmi, çox sağ ol, minnətdaram. Borcumuz. Mahir əmi, buyur. İlk göyərçini təqdim elə, protokolumuz burada göstərək. Quşların qeydə alındığı 12 quşun protokoludur. İnşallah başlayırıq, bismillah deyirik. Bismillahirrahmanirrahim. Deməli, protokola düşən birinci quşumuz, quşun haqqında məlumat ver. Silmayadır. Silmaya. Ayağında göy üzük nömrəli. Ayağında göy nömrəli üzük. Bir də var. Yox, düşdü. Allah xeyir versin. Allah xeyir versin. Bismillah. Deməli, qardaşlar, bizim protokola daxil olan 3-cü quşumuzdur, maya quşdur. Boynugüllü, cırıq quyruq, hər iki qanadı. Orta göy quyruq, cırıq quyruq. Bəli, hər iki qanadı qırmızı zilyonka. Allah xeyir versin. Allah xeyir versin. Sağ ol. Çəkirəm. Çapmayadır. Çapmaya götxalla. Bəli. Deməli, məlumat erkəkdir, mayadır. Mayadır. Göy Qara haqqanət, qara göy haqqanət. qanət maya. Bəli. Bismillahirrahmanirrahim. İki qanətin altıda yaşıl zilonka. Elə belə aç qoy zilyonkası da düşsün, göstər. So, iki qanət altı zilonka, bəli. Bəli. Mahir Allah xeyri versin. Göy haqqanət. Qaragöy ağ qanat. Bəli. Ağbaş, ağqanad çəkilli mayadır. Sağ qanadı yaşıl, sol qanadı qırmızı zilyonka. Bismillah. Birini də bura vur pesat. Araba üstülə, neyinsə. Yaraşdı buna. Buna hər şey yarar. Xeyir olsun. Sağ qanad yaşıl. Neçə oldu orada? Sol. 5 dənə olub, 5. 5. Başlayın. Deməli, qardaşlar, protokola düşən 6-cı quşumuzdur. Mayadır, göyçil, sağ qanadı yaşıl zilyonka. Ya bismillah.
Allah xeyir versin. Düşdü. Peçatın da yaxşı düşmür. Əladır da bu Lap necə belə rəng? əladır. Şöyle. Protokola düşən 7-ci quşumuz erkək quşdur. Ağ erkək, sol qanadı, Zelyonka. Zelyonka. Yaşıl Ya zəlim. bismillah. Xeyirli olsun. Ağ, Eşək. erkək. Hər iki qanadı Zelyonka. Yaşıl zilonka. yaşıl zilyonka protokola daxil olan 8-ci quşumuzdur. Bismillah. Xeyirli olsun. Salam. Deməli qardaşlar, protokola daxil olan 9-cu quşumuzdur. Boynu güllü erkək, quyruğunun altı göy zilyonka. Bəli. Allah xeyir versin. Deməli, qardaşlar, protokola daxil olan 10-cu quşumuzdur. Bir tük Eşək. erkək. Allah xeyir eləsin. Amin. Ya bismillah. Qənətin altın yaşıl. Sağ qənətin altı yaşıl. Elçin. Hə. Bir də əbrəş erkək, sol Bəli, qənətin əbrəş zilonka. erkək protokola daxil olan 11-ci quşumuzdur. Sol qanadının altında yaşıl zilyonkası var. Bismillah. Apar. Allah xeyir versin. Onuncu da biraz içilər. Arkadaşlar, protokola daxil olan 12-ci quşumuz möhürlənir. Kafeyni çilmaya, sağ qanadı qırmızı, sol qanadı yaşıl zilyonka. Zəhmət olmasa möhürdən sonra rəhləri də nümayiş elətdirərsiniz. Ya bismillah. Maşallah olsun. Xeyirli olsun. Rənglərini göstər, rənglərini. Yavaş, kuş əzmə. Hə. O birisini Əssalam. göstər. Hə, bax. Hə, xeyirli olsun, xeyirli olsun. Heç nə olmaz, ələcək. Quşlar möhürləndi, hər bir iştirakçıya təqdim eləmişəm. Bilirsən ki, 24 bənddən ibarət yarış protokolumuz var. Qaydalar var. Protokolu. Yəni, protokolla belə şifahi olaraq tanışsan, burada hər şey yazılır. Yəni, hər bir iştirakçı qaydalar bildiyinə görə qol çəkib yarışa daxil olur. İndi Allahın izni ilə bir protokola buna, bir nüsxəsinə mən də qol çəkirəm, sən də. Biri səndə qalır, biri bizdə. Gəl. Bismillah. Buyur. Allah xeyir Allah versin. xeyir eləsin. Allah xeyrini versin. Xeyirli olsun. Bu səndə qalacaq. Bunlar isə start günü səhər tezlənəcəm məndədir. Uğurlu olsun. İnşallah Allah uğurlu min olsun. xeyir eləsin. Yaxşı nəticələrlə qarşılaşasın. İnşallah ümid edirik ki, elə yaxşı nəticə. Bir quşumuz gəldi. On quşdan biri yüksəlir. Yandan gələn. Yəni, bir üçün olacaq şey. Mehman əmr.
Orada qeyd edim, kafein içilmayadıydı. Kafein içilmayadıydı. Zəncilərə bax. Deməli əbrəşdi bu səhər qalxanda getdi arxaya dama düşdü. İndi qalxır gəlir bunun da uçuşu ləğv olundu. Atlas edəmdir. Bu ilk qanatda hələ təzə düzəldi. Deməli ikinci göyərçinimiz də düşür. On güllər ki. 4 saatdan sayılmadı da. 4 saat. Aşağıda 4 qaldı. saat 44 dəqiqə ilə aşağıda biraz çox qaldığına görə Sayılmadı. deməli üçüncü göyərçinimiz gəldi. Dama eniş elədi. Deməli dördüncü göyərçinimiz də gəldi. Yer darısqallığından qırağa çəkilmişdi. Dama düşməyini göstərə bilmədim. Çəkə bilmədim daha doğrusu. 51. Deməli 6 saat 51 dəqiqə. Ay, eniş eləyir. Yox, bu qədər. Deməli 6 saat 51 dəqiqənin ağ gölgənət düşdü. Maşallah olsun. Dördüncü göyərçinimizdir. 6 saat 51 dəqiqə. Beşinci göyərçinimizdir maşallah. Gəlir enişə. Düşsün sağlığında deyəcəm. Beşinci göyərçinimiz də eniş elədi. İnşallah Allah'ın izni ilə düşdü. Deməli qardaşlar, 5-ci göyərçimiz 7 saat 36 dəqiqə ilə. Göy haqqənət ağbaş keçilli. Maşallah olsun. Deməli qardaşlar, 6-cı göyərçinimiz eniş eləyir. İnşallah düşsün. Deməli 6-cı göyərçinimiz eniş eləyir. Bu 5 saat 20 dəqiqə ilə gəldi. Eyvan, yerə düşənmədi, tezdən getdi yuxarı. İndi gəlib düşür. Onun da nəticəsi ləğv edildi.
8 saat 54 dəqiqə. 7-ci göyərçinimiz maşallah olsun. Deməli 8 tamamda qalxıb. 8 saat 54 dəqiqə maşallah olsun. Mahirəm maşallah olsun. 5 kuşumuz qalıb. 9 saat 13 dəqiqədə inşallah sağ-salamat gəlsə bu yeni rekord olacaq. Maşallah günün olsun. Valla demək ki bunu yetişdirə biliriksə düşlər deməli nə mutlu bizə. Hə, halaldır. Yetişdirənə də halaldır, baxana da, dəm verənə də. Əsas olub baxıb siz ləzzət ala bilirsinizsə o mənim özümə xoşdur. Əsas siz baxıb ləzzət alın. Maşallah. Maşallah günün olsun. Salam, nömrə 1 Göyərçin klubunun izləyiciləri. Salam Novruz qardaş. Haqqı valal elə, bugün Sümendən çıxmısan, yorğun gəlmişsən. Sən bizim dəyərli qardaşımızsan, video bloger kimi çox zəhmətin var. Digər bizim dostlar təşəkkür əmi, Rəşad bugün Lənkərandadır. Lənkəranlı Mehman əmi də bizlə birgə buradadır. Amir qardaşımız işlədi, onu salamlayıram. İndi işi ilə əlaqədar bugün olmadı. Bugün 13 avqust 2026-cı il biz Mahir əmin quşlarını start eləmişik. Səhər saat 8:00-da start olub. Allah şükürlər olsun, meydanda çox yaxşı nəticələr. 5 quşumuz isə artıq 9 saatı tamamlamaq üzrədir. Bu Mahir əminin peşəkarlığı və yetişdiriciliyinin göstəricisidir. İnşallah yaxın saatlarda biz elə bilirəm ki 9-un üstü, 10-un üstü saatlarla Allahın izni ilə şahid olacağım bu həyətlərdə. Əgər 5 quşumuz bugün 10 saatla eniş eləyərsə, 5 quşa 50 saat yarışlar tarixində bir ilk rekord yaşanacaq. Allah özü qismət eləsin, həm bu Mahir əmiyə qismət olsun, həm də bizim nömrə 1 Göyərçin klubuna qismət olsun. Elə biz burada, yəni onun sevincini yaşayaq. Maşallah olsun. Yerə eniş eləyənmədi heyvan. Deməli 9 saat 50 dəqiqə. Maşallah olsun. 8 tamamda qalxıb. İndi də 17:50-dir. 9 saat 50 dəqiqə. Qardaşlar, heyvanın da damat nollu. Çünki foliyasını göstərəcəm sizə. O quşlar buraya iniş edir. Balaca yerə bax, bu boyda yerə. Yəni bu adamlar indi burada quşa baxmaq üçün gəldilər. Poliyaya girdilər. Burada ağacın altında olurlar. Və heyvan da oradadır. İnşallah yerə düşsün. Yerdə də çəkilişini eləyəcəm. Deməli qardaşlar, heyvan düşdü yerə. 9 saat 50 dəqiqə. Maşallah. 50 dəqiqə ilə gələn çil quşumuzdur. Baxın, heyvanın yeri buradır. Səhər bu setkadan çıxıb uçublar, bax buradan. Yuvası buradadır. Həmin bax bu göyçil mayadır. Allah bərəkət versin. 9 saat 50 dəqiqə. Görürsünüz. Bax sahibinin üzərinə gedir. Quş sahibinin. Mahir əmi maşallah olsun. 4 quşumuz da qalıb. Mahir əmi onu əlinə atıb yerdə götürsən o qalxmaz. Sahibinin əlindən çörək yeyir. Sən canım gəl onu götür. O görsünlər ki uçan quş yorğun olur da. Zapazı olmur, quruldamır. Gördünüz qardaşlar, bax bu quşdur. Peçatını da göstər o heyvanın. Zəhmət olmasa. Nömrə 1 Göyərçin klubunun peçatı. Baxın, quyruğunu bırax. Quyruğu bırax. Bırax qoy peçat, açılsın peçat. Peçatı görürsünüz qardaşlar. Belə tut. Baxın, 9 saat 50 dəqiqəyə gəlib nömrə 1 Göyərçin klubunun peçatı.
Gördünüzmü? Maşallah Mahirəm, maşallah olsun. Xatırladaq ki 4 quşumuz qalıb. Bəli. 10-cu saata gedirlər. 9 saat 50 dəqiqə. Deməli, əziz qardaşlar, bu gün nömrə 1 Göyərçin klubunun 8-ci yarış iştirakçısı Mahir Babayevin Xırdalanda quşlarının uçuşuna start vermişik 13 avqust 2026-cı il. Bu günlərim bizim meydanda həm ağır nəticələr var, həm də böyük məsuliyyət var. Mahir əminin 5 quşu 9 saatı keçdi. Bir dənə quşumuz Göyçilmaya indi bir neçə dəqiqə öncə 9 saat 50 dəqiqə ilə eniş elədi. 5 quşdan 4'ü artıq 9 saatı 5 dəqiqədən sonra tamamlayır. 5 dəqiqədən sonra 4 quş 10 saata girir. 10 saatı tamamlayır daha doğrusu. 11-ci saata girir. Həm həyəcanlıyıq. Nömrə 1 Göyərçin klubunun 1-ci il yarışıdır. Amma çox gözəl nəticələr var. Qeyd eləyək ki, yayda 40 dərəcənin üstü 41 plusda uçuş da bizim yarışda olub. Nömrə 1 Göyərçin klubunda. Bu il meydanda 62 saatın, 70 saatın, 71 saatın üzəri nəticələrimiz var. Allah qismət eləsə bu günlərimdə Mahir əminin 4 quşu 10 saatla eniş eləsə, biz ümumilikdə 8 quşun hesabında bəlkə də 70 saatın üzəri yüksək bir nəticə görəcəyik. Amma bunu qarşıdakı zaman göstərəcək. Amma ümumiyyətlə ürək açıcı nəticələrdir. 4 saat quşun 10 saata tamam eləyib 11-ci saata keçməyi, yəni çox yaxşı nəticədir. 4 quşumuz isə 10 saatını tamamlayıb 11-ci saata keçir. Biz ona uğurlar diləyirik. İnşallah elə o quşlardan da 10, 11, 12 saat nəticə gözləyirik. Əgər bu günlərim o nəticə olsa, klubda yəqin ki rekord yenilənəcək və bu sezonun axırında o futbolda belə bir termin var, comeback. Yəni geridə olursan, irəli keçirsən. Yəni Mahir əmi 8 quşla, elə bil ki 11 nəfər futbolçu var sənin. Onun 4'ü qırmızı alıb, sən 7 nəfərlə hesabda geri düşmüşsən, amma sonra qollar vurub qələbə qazanırsan. Yəni bu belə bir möhtəşəm hal yaşana bilər. Bunu zaman göstərəcək. Biz uğurlar arzulayırıq və nəticəni gözləyirik. Söz qalıb quşlara. Yəni 9-cu göyərçinimizdir qardaşlar. Enişə gəlib. 11 saat 7-ci dəqiqəsidir. Deməli 9-cu göyərçinimiz, 10-cu göyərçinimiz bir yerdədir. İnşallah eniş eləsinlər, yaxından da çəkərik. Deməli 9-cu göyərçinimiz düşdü. Yerə eniş eləyənmədi, bax, dama düşdü. Çəkirəm bunu 11 saat 7 dəqiqə. Deməli, bu da 10-cu göyərçindir. Eniş eləmək istəyir inşallah. Yerə düşər. Bu da 11 saat 8-ci dəqiqədir, yerə düşsün. Dəqiqəsini dəqiq deyəcəm. Ay maşallah, 10-cu quş 8 tamamda qalxıb 19.08'dir. Yaxından da çəkiliş eləyəcəyəm. Folya tarzı yenə rahat heyvan düşə bilir.
11 saat 9 dəqiqə. 10-cu quşumuz da eniş elədi. Maşallah olsun. Biri de bak 11 saat 8 dəqiqə bura düşdü. 7 dəqiqə. Deməli 11-ci quşumuz da göydədir. Bilmirəm düşür, düşmür. 11 saat 10 dəqiqədə bax gəlir o da. İnşallah o da gəlsin. Onu da çəkilişini eləyəcəm. İnşallah 9-cu quşumuz da düşsəydi yerə çəkərdik onu. Maşallah olsun. Bu da dama düşən göyərçindir. Heyvan yerə düşə bilmirdi. Axırı gəldi düşdü. Maşallah olsun. Yani kardeşler 11. göyərçinimiz gəldi enişə. İnşallah ensin bana da çəkib təqdim edərik. Oradaki kuşlar da olsa muhabbeti görseler. Bir evet, merhaba arkadaşlar. İniş eləmək istəyir heyvan. Ya Allah'ın adı düştü. 11 saat 54 dəqiqə. Saatı da göstərirəm sizə. Projektorlarımızı da görürsünüz. Bakın kardeşler, oğlum çekti. Ben de burada biz buna göre beyaz tanzimini çektik.
Bu heyvanlar ağır saatlə gəlir. Maşallah olsun. Tamaşaçılarımız görsün. 11 saat 54 dəqiqə. Kafein içilmaya. Allah min bərəkət versin. Əhsən. 11-ci göyərçimizdir. 11-ci göyərçinimiz. 8 tamamda qaldı. Quşumuz qaldı Allah. 19:54-də də eniş edir. 11 saat 54 dəqiqə. Bilirəm nə qədər Allah xeyir versin. Maşallah olsun. Mahir əmi, maşallah olsun. Əla nəticədir. Sən heyvanlar sözün əsl mənasında özlərini sübut edirlər. Sağ ol, var ol. Bizdə də qalıb bir dənə göyərçinimiz. Hə. İnşallah o da gəlir. Kamil necə? İnşallah o da indi görürlər. İnşallah Hə, hə. o da ki çıxacaq. Bunlar elə İnşallah, inşallah Allahın izni ilə gəlir. İnşallah. Göstərdən buyuram. Baba, qoy tamaşaçılarımız görsün. Mahirəm, Kamil deyir ki, sən süt gələcək sizə. Gəl, Mahirəm sən gözləyir. Baxın, qardaşlar. Yaxından göstərirəm. 11 saat 54 dəqiqə. İnşallah qaşıq olmaz. 11 saat 54 dəqiqə. Yox, artıq o cavan heyvan.